Bismillahirrahmanirrahim və bihi nəstəin innəhu xeyru nasirin və mu'in və sallallahu ala seyyidina və nəbiyyina Muhammed və alihi tahirin. Selamun aleykum və rəhmətullah, əziz və hörmətli tələbələr, əziz müsəlman, bacı və qardaşlar. Bildiyiniz kimi bizim dərsimiz imamət barəsində idi. Keçən dərsimizdə imamı Peyğəmbərdən sonra hansı yollarla təyin etmək olar, bu barədə danışdıq. Və ümumi olaraq dedik ki, bu barədə iki nəzəriyyə var. Birinci nəzəriyyə intisabdır. Yəni imam gərək Allah tərəfindən nəsb olunsun. Mənsubun minəllah və mənsusun minər-rəsul. Yəni Allah tərəfindən imam gərək nəsb olunsun və Peyğəmbərin dilində də insanlara bəyan olunsun və çatdırılsın. Bu nəzəriyyə haqqında 5 dənə dəlilə işarə olundu ki, bu nəzəriyyəni sübuta yetirdi. Və bu nəzəriyyə həqiqətdə Əhl-i Beyt davamçılarının nəzəriyyəsidir, Əhl-i Beyt məktəbinin nəzəriyyəsidir. 5 dəlilə əsasən bu isbat olundu. Amma bunun müqabilində ikinci bir nəzəriyyə vardır ki, Əhl-i Təsənnün alimləri bu nəzəriyyəni qəbul edirlər. O da nəzəriyyə intixabdır. Yəni imam Peyğəmbərdən sonra müsəlmanların, insanların vasitəsilə seçilməlidir. Bu nəzəriyyə həqiqətdə Əhl-i Təsənnün alimlərinin imamı təyin etmək üçün irəli sürdüyü bir nəzəriyyədir. Bunun kənarında onlar da bəzən təyin nəzəriyyəsində qəbul edirlər və həmçinin şuranı da qəbul edirlər. Şura vasitəsilə də məsələn imam seçilə bilər. Bir imam özündən sonraki imamı əgər müəyyənləşdirərsə, onun vasitəsilə də təyin oluna bilər. Amma ən çox intixab nəzəriyyəsini qəbul edirlər və bunun da səbəbi budur ki, onlar Peyğəmbərdən sonra Əbu Bəkri birinci xəlifə bildikləri üçün və Əbu Bəkir də bəzi müsəlmanların vasitəsilə seçildiyi üçün bu nəzəriyyəni irəli sürmüşlər. Amma görəsən həqiqətən də bu nəzəriyyə doğrudur yoxsa doğru deyil və bu nəzəriyyənin dəlilləri nədir? Necə biz intisab nəzəriyyəsinin dəlillərinə işarə etdik? Dedik ki, intisab nəzəriyyəsini təyid edən dəlillərdən biri ismət məsələsidir, imamın məsum olmasıdır. İkinci məsələ qaidə-i lütfdir. Üçüncü məsələ hidayət dəlilidir. Dördüncü məsələ rəhmət dəlilidir. Və beşinci dəlilimiz də var idi ki, keçən dərsimizdə ətraflı danışıldı. Amma bu intixab nəzəriyyəsinin nə kimi dəlili var? Onlar buyururlar ki, intixab nəzəriyyənin həqiqətdə dəlili budur ki, biz tarixə baxanda görürük ki, Peyğəmbərdən sonra müsəlmanlar özləri cəm oldular, özləri üçün rəhbər və imam və xəlifə təyin etdilər. Bu nəzəriyyəni isbat etmək üçün tarixdə baş verən bu hadisəni irəli sürürlər. Lakin görəsən həqiqətən də müsəlmanlar ki, bunun adına terminoloji baxımdan icma da deyirlər. Deyirlər ki, Peyğəmbərdən sonra müsəlmanlar cəm oldular, ittifaq elədilər, yekdilliklə Peyğəmbərin xəlifəsini təyin etdilər. Və bu baxımdan da deyirlər ki, bəli, intixab vasitəsilə imamı təyin etmək olar. Həqiqətdə tarixdə baş verən bir hadisəni dəlil götürürlər ki, intixab nəzəriyyəsi doğrudur. Lakin burada bir neçə məsələyə diqqət yetirmək lazımdır. Birinci budur ki, biz tarixə müraciət etdikdə bu məsələni görürük ki, bütün müsəlmanlar Əbu Bəkrin xilafətliyin qəbul etmədilər. Yəni biz tarixə müraciət edəndə görürük ki, əziz Peyğəmbərimiz dünyasını dəyişəndən sonra bir sıra müsəlmanlar Səqifi Bəni Saidiyyə cəm oldular. Bunların da sayıları çox məhdud idi. Bəzən hətta 5 nəfər, bəzən 10 nəfər, biraz az, biraz çox qeyd olunub, amma məhdud idi. Böyük səhabələrdən bir çoxu, ənsardan, mühacirlərdən bir çoxu əslən Səqifiyə getmədilər. Əbu Bəkirlə beyət eləmədilər. Səlman-ı Farsi başda Həzrəti Əli əleyhissalamı özü ki, heç imam kimi də onu qəbul etməsəniz, gərək bir səhabə kimi qəbul edəsiniz ki, 6 ay tarixdə var, ən azından 6 ay Əbu Bəkirə beyət eləmədi. Əgər beyətdə etsə sonralar İslamın məsləhətinə görə beyət elədi.
müsəlmanlar necə müsəlmanlar arasında təfriqə düşməsin deyibən, müsəlmanların vəhdəti qorunsun deyibən, məcbur olaraq Həzrəti Əli əleyhissalam o da 6 aydan sonra beyət elədi. Nə cürə bu icmadır, nə cürə bu ittifaqdır ki, müsəlmanların əksəriyyəti Əbu Bəkrin xəlifəliyinə səs vermədilər, onun xəlifə olmağına razı olmadılar. Və məxsusən Həzrət Peyğəmbərin sallallahu aleyhi və səlləmin qızı Fatimə Zəhra salamullahi aleyha ölənə qədər, şəhadətə çatana qədər Əbu Bəkrə beyət eləmədi. Pəs bu, necə deyərlər, intixab nəzəriyyəsin təyid etmək üçün tarixdə baş verən hadisəyə istinad etmək düzgün deyil. Çünki bütün müsəlmanlar orada iştirak eləmədilər və Əbu Bəkrin xəlifəliyinə səs vermədilər. Tarixdə biz bunu görürük. Həzrəti Əli əleyhissalam ən azından bir böyük bir səhabə kimi ki, qəbul edirsiniz. Necə deyirlər, Həzrəti Əli əleyhissalamı Peyğəmbərdən sonra fasiləsiz imam da bilməsəniz, ən azından böyük bir səhabə idi. Həzrəti Əli əleyhissalam Əbu Bəkrə beyət etmədi. Əgər sonra da beyət etmiş olsa, özü buyurur ki, mən müsəlmanların məsləhətini nəzərə alıb beyət etdim. Həzrəti Əli əleyhissalamın bir kəlamı var, Nəhcül Bəlağədə buyurur ki, لَقَدْ عَلِمْتُمْ أَنِّي أَحَقُّ بِهَا مِنْ غَيْرِ. Ey müsəlmanlar, siz bunu çox gözəl bilirsiniz ki, mənim bu xilafət məqamına ləyaqətim başqalarından daha da çox idi. Yəni, bu xilafət mənim haqqım idi. Əhəqqu biha, yəni mənim haqqım idi bu xilafət məqamı. Amma və vəllahi lə əslimənnə ma səlumət umurul muslimin. Bəli, mən təslim olacam. Bu xilafət uğrunda mən döyüşməyəcəm. Nəyə görə? Vəllah, and içir Allah Müteala, buyurur ki, and olsun Allah ki, lə əslimənnə ma səlumət umurul muslimin. Nə qədər ki, müsəlmanların işləri salimdirsə, mən özüm də təslim olacam zahirdə. Ki, ləm yəkun fiyyə corun illa ələyyə. Yəni, bu məsələdə ancaq və ancaq mənim əleyhimə zərəri vardır. Ancaq zülüm mənim üçündür. Amma digər müsəlmanlara əlbəttə bu kəlamın özünün təfsirə ehtiyacı var. Əgər Həzrəti Əli əleyhissalamın haqq olan xilafəti, imaməti zahirdə əlindən alındısa, bu birinci növbədə Həzrəti Əli əleyhissalamın özünə bir zülm olundu. Amma dəqiqliyinə gedəndə müsəlmanların hamısına bir növ bu zülm idi. Peyğəmbərimiz dəfələrlə özündən sonra haqq olan canişin təyin etmişdi. İslamın, Qur'anın təbliğində Həzrəti Əli əleyhissalam kimi bir şəxsiyyətə ehtiyac var idi, lakin bunun haqqı əlindən alındı. Həzrəti Əli əleyhissalam bu zahirə işarə edir ki, baxmayaq ki, zahirdə mən xilafətdə deyiləm və bir dön mənə zülm olundu və müsəlmanların məsləhətini nəzərə alaraq mən təslim oluram, susuram, beyət edirəm. Zahirdə tək Əli əleyhissalamın özünə zülm olundu. Amma həqiqətdə bütün müsəlmanlara bu arada zülm olundu. Bəs buna əsasən intixab nəzəriyyəsini isbat etmək üçün tarixdə olan bu hadisəyə istinad etmək yanlışdır. Çünki bu hadisədə intixab məsələsində müsəlmanların əksəriyyəti iştirak etməmişdilər. Ənsardan bir çoxu, ondan sonra mühacirlərdən bir çoxu, Həzrəti Əli əleyhissalamın özü, xanım Fatimə Zəhra salamullahi aleyha, digər səhabələr, məsələn, Səlman-ı Farisi, Əbu Zər Xivari və bu kimi şəxsiyyətlər beyət eləməmişdir. Vaxtı ki, bunlar bu seçkidə iştirak etməyiblər, bəs məlum olur ki, bu intixab nəzəriyyəsi düzgün deyildir. Bu, onların birinci dəlili. Hətta Həzrəti Əli əleyhissalam bir neçə yerdə öz imaməti üçün dəlillər də gətirmişdir. Ki, həq xəlifə Peyğəmbərdən sonra mənəm, ənəsidüm qolə Rəsulillah fi yevmi qədirihum. Müsəlmanlara xitab edib deyərdi, öz haqqın bəzən gedərdi Mədinə evlərinə daxil olardı, səhabələrə üst tutub deyərdi, məgər siz yadınızdan çıxartmışsınız Peyğəmbərin kəlamın Qədirxum çölündəki buyurmuşdu, mən kuntu mövla fə əliyyum mövla. Hər kəsin mövlası mənəmsə, məndən də sonra Əli onun mövlasıdır. Və qoluhu əntə minni bi mənziləti Haruna min Musa. Əlbəttə, bu dəlillər barəsində biz gələn dərslərimizdə ətraflı danışacağıq ki, Həzrəti Əli əleyhissalamın imaməti barəsində Peyğəmbərdən çoxlu hədislər var, Qur'andan bir neçə ayələr vardır ki, təfsilatını inşallah gələn dərslərimizdə deyəcəyik. Hal-hazırda bu nəzəriyyənin batıl olmağını biz isbat edirik. Onlar intixab nəzəriyyəsini
müstədəl etmək üçün istinad edirlər tarixdə olan bir hadisəyə, bir halda ki, Həzrəti Əli əleyhissalam beyət eləmədi, bir sıra səhabələr beyət eləmədi. İkinci bir dəlil ki, onlar bu nəzəriyyəni isbat eləmək üçün ona istinad edirlər, o da budur ki, deyirlər ki, Peyğəmbərin dilindən, Peyğəmbərin vasitəsilə Peyğəmbər özündən sonra öz canişini təyin etmədi. Heç bir dəlilimiz, heç bir, necə deyərlər, Qur'an ayəsi, Peyğəmbərin kəlamı yoxdur ki, Peyğəmbər özündən sonra öz canişini təyin etmiş olsun. Bu onların fikridir. Amma görürsən, həqiqətən də belədir ki, Peyğəmbər özündən sonra haqq olan canişinin təyin etməyib, yüzlərlə ayəmiz vardır, hədislərimiz vardır ki, Peyğəmbərimiz özündən sonra öz canişini təyin etmişdir. Bəli, hətta bu hədislər ki, Həzrəti Əli əleyhissalamın imamətini təyin edir, bu hədislər əhl-i təsənnün alimlərinin kitablarında da nəql olunub. Onlar da bu dəlilləri görürlər, bu nəsləri görürlər. Lakin bunlar Peyğəmbərdən sonra Əbu Bəkrin xəlifəliyin qəbul etdikləri üçün məcbur olublar ki, bu hədislərin mənasını təvil etsinlər. Başqa-başqa şeylərə yozsunlar. Məşhur hədis, mən kuntu mevlahu fəhazə əliyyum mevlahu, Qədirxum hədisidir, məşhur hədisdir. Bütün səhabələr ki, Qədirxum çölündə cəm olmuşlar, bunu nəql ediblər. Əl-Qədir kitabının sahibi Əllami Əmini neçə sənədlə əhl-i təsənnün mənbələrinə istinad edərək bu hədisi nəql edib. Bunu bütün alimlər öz kitablarında gətiriblər, lakin gəliblər bunun mənasında təvil edirlər. Mövla məsələn dost mənasındadır. Mənzilət hədisindən məqsəd başqadır. Əncir əşərdə hədisi yomudlardan məqsəd başqadır. Mənalarında təsərrüf ediblər, mənalarını dəyişiblər. Əsli dəlillər var. Bəs bunu əsasən sən intixab nəzəriyyəsini isbat etmək üçün ki, istinad edirsən ki, Peyğəmbərdən, Əli əleyhissalamın barəsində və yaxud da hər hansı bir imamın barəsində dəlilimiz yoxdur, bu məsələ düzgün deyil. Dəlillər vardır. İnşallah gələn dərsdə həm bu barədə, həm Həzrəti Əli əleyhissalam imaməti barəsində gələn Qur'an ayələrinə işarə edəcək, həm də ki, Peyğəmbərdən gəlmiş müxtəlif hədislərə. Əlbəttə, mümkündür burada bir işqal da oluna, çünki bir sıra tarixi hədislərə müraciət etdikdə görür ki, Həzrəti Əli əleyhissalam Muaviyyə ilə söhbətlərində, məktublarında bu məsələyə işarə edir ki, ey Muaviyyə, artıq sən çox gözəl bilirsən ki, bütün müsəlmanlar məndən beyət elədilər. Əgər bütün müsəlmanlar məndən beyət etdilərsə, bəs mən imamam. Bəziləri bunu işqal kimi gətiriblər. Həzrəti Əli əleyhissalam öz kəlamında buyurur ki, bütün müsəlmanlar məndən beyət etdilər, bəs mən imamam. Bəs həqiqətdə Həzrəti Əli əleyhissalam bu kəlamı ilə intixab nəzəriyyəsini təyid edir. Amma biraz Həzrəti Əli əleyhissalamın kəlamının əvvəlinə, kəlamının sonuna və bu kəlamı Həzrəti Əli əleyhissalam kimə deyib, bunlara diqqət olunsa, məlum olar ki, Həzrəti Əli əleyhissalam intixab nəzəriyyəsini heç də təyid eləmir. Nəyə görə? Çünki Həzrəti Əli əleyhissalamın müxatəbi bu kəlamında Muaviyyədir. Muaviyyənin öz fikrində bu idi ki, imam gərək insanların və müsəlmanların vasitəsilə təyin olunsun. Deyir ki, ey Muaviyyə, hətta sən bunu bu qədər qəbul edirsən ki, əgər müsəlmanlar bir nəfəri imam kimi təyin etdilər, seçdilər, onun imamətini qəbul etdilər, ona beyət etdilər, o müsəlmanların imamı olur. Sən ki, bu nəzəriyyəni qəbul edirsən. Əgər bu nəzəriyyəni qəbul edirsənsə, bunu da bilirsən ki, müsəlmanların hamısı məndən beyət elədilər. Gərək sən mənim imamlığımı qəbul edəsən. Bu sözün mənası bu deyil ki, İmam Əli əleyhissalam intixab nəzəriyyəsini qəbul edir. Bəlkə Muaviyyənin öz inancına uyğun olaraq, öz fikrinə uyğun olaraq ona başa salmaq istəyir ki, sən gərək mənim imamlığımı qəbul edirsən. Baxın, Həzrət Əli əleyhissalam bu kəlamı var, amma başqa kəlamlarında dəfələrlə buyurmuşdu ki, birinə də elə işarə olundu, Peyğəmbər məni təyin elədi, Qədirxum çölündə, mənzilət hədisində, hədisi yomudlar məsələsində və bu kimi
dəlillər əsasında. Bəs məlum olur ki, intixab nəzəriyyəsi batildir, intisab nəzəriyyəsi doğrudur və intisab nəzəriyyəsinin doğruluğunu isbat etmək üçün 5 dənə dəlilə işarə olundu və gələn dərslərdə o dəlillərlə danışacaq ki, o dəlillərin vasitəsilə Həzrəti Əli əleyhissalamın bilxüsus imamlığı Peyğəmbərdən sonra sabit olunur. Hamınızı Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.